Transfer radarının 3-cü buraxılışında xoş gördük sizləri. Bu dəfə də yerli transfer gündəmi və xarici klublarda baş tutacaq transfer xəbərlərini sizlərlə paylaşacağım. İlk öncə başlayaq Qarabağdan. Yerli mediada yayılan xəbərlərə görə Sabit Beşiktaşlı son mövsümü Hatayspor'da keçirən Vincent Abubakar Qarabağın transfer radarına düşüb. Hal-hazırda transfer dəyəri 1,6 milyon avro olan 33 yaşlı Kamerunlu hücumçu Hatayspor'la müqaviləyə qarşılıqlı xitam verib. Bu da o deməkdir ki, Abubakarı transfer edəcək klub yalnız oyuncu ilə maaş məsələsində anlaşmalıdır. Futbolçu Hatayspor'da illik 1 milyon avro qazanırdı ki, bu məbləği Qarabağın ödəməsi fikrimcə bir qədər qeyri-realdır. Xüsusilə maaş məsələsində bir qədər simicliklə yanaşan Qarabağ rəhbərliyinin bu qədər pul ayırması bir qədər çətin görünür. Yox, əgər futbolçu özdə Çempionlar Liqasında təsnifat oyunları oynamaq istəyərsə, o zaman maaş məsələsində də rəhbərliklə razılaşa bilərlər. Qarabağdan əlavə, Abubakarla ən yaxından maraqlanan klub yeni Superliqaya vəsiyə qazanan Kocaelispor'dur ki, klub heyətini gücləndirmək istəyir. Fikrimcə Abubakarın Kocaelispor'a keçmə ehtimalı daha yüksəkdir. Bu transferlə bağlı Qarabağın mətbuat xidməti ilə əlaqə saxladıq. Aldığımız cavab isə belə oldu ki, hal-hazırda bir çox futbolçuya yaxından maraqlanırıq. Ancaq rəsmiləşən heç bir transfer yoxdur. Gözləyək görək. Qarabağın bu mövsüm Çempionlar Liqasında 1-ci və 2-ci təsnifatdan başlaması hələ ki dəqiqləşməyib. Əgər Ferencvaroş Macarıstan çempionu olarsa, Qarabağ da 2-ci təsnifatdan oyunlara başlayacaq ki, Ferencvaroşun çempion olma ehtimalı da çox böyükdür. Sizlərin fikrincə, Qarabağın 1-ci təsnifatdan oyunlara başlaması klub üçün daha yaxşıdır, yoxsa 2-ci təsnifat mərhələsi? Cavablarınızı rəy bölməsində qeyd edə bilərsiniz. Bu arada videonu bəyənib, kanala abunə olsanız, ən böyük dəstək vermiş olarsınız. İndi isə xarici transfer bazarı haqqında. Türkiyə Süper Liqasında bu mövsümdə demək olar ki, böyük ehtimalla boşa verəcək Fenerbahçe bir sıra futbolçu ilə yollarını ayıracaq ki, bu futbolçuların Zeko və Tadiç olacağı artıq böyük ehtimalla məlumdur. Hücumçu axtarışında olan klub, Belçika çempionatında lider olan Union Saint-Gilloise hücumçusu Promise David ilə həm klub, həm də oyuncu tərəfi ilə razılığa gəlib. Mövsüm başa çatdıqdan sonra qeyri-adi nəsə baş verməsə, futbolçunu Fenerbahçe'də görə bilərik. 23 yaşlı Promise David bu mövsüm keçirdiyi 37 oyunda 21 gol, 4 asistlə yadda qalmağı bacarıb. Futbolçuya görə İstanbul klubunun 10 milyon avro ödəyəcəyi gözlənilir. Maraq üçün ona da qeyd edək ki, Fenerbahçe'nin illər öncə Belçika çempionatından aldığı Samat da Süperligada uğurlu olmağı bacarmamışdı. Fenerbahçe daha bir futbolcusunu Fransaya sata bilər ki, bu da gənc müdafiəçi Yusuf Akçiseyin adı ilə bağlıdır. Fransanın Marseille klubu oyuncu ilə uzun müddətdir ki, yaxından maraqlanır. Klublar arasında ilkin razılaşma əldə olunub. Marseille'in Yusufa görə Fenerbahçe'yə təxmini 8 milyon avro ödəyəcəyi gözlənilir. Türkiyə kubokunun qalibi olan Galatasarayda həm Türkiyəni, həm də bütün futbol ictimaiyyətini maraqlandıran transfer məsələsi ilə Osimhenlə bağlıdır. Oyuncu hələ qərarını açıqlamasa da, Juventus futbolcunu heyətinə qatmağa yaxındır. Napoli tərəfi buna çox da isti yanaşmasa da, oyuncunun İtaliya tərəfi üçün sərbəst qalma məbləği olan 75 milyon avronu ödəməklə Juventus işi bitirə bilər. Amma futbolcu Galatasarayda qalmaq istəsə, İstanbul klubu Napoli tərəfinə 66 milyon avro ödəməklə transferi bitirə bilər. Sarı qırmızılar bir il öncə Bavariya 35 milyon avroya satdıqları Sasha Boyen'i geri qaytara bilər. Əsas heyətdə özünə heç cür yer tapa bilməyən Sasha'nı Bavariya məcburi satın alma maddəsi ilə Galatasaraya icarə vermək istəyir. 3 milyon avro bir illik icarə haqqı, məcburi satın alma məbləği isə 10 milyon avro olaraq qiymətləndirilir. Maraqlıdır ki, Galatasaray Sasha'nın əvəzinə 10 milyon verib aldıqları Elias Yererti isə əsas heyətdə düşünmür. Real Madrid Trent Alexander-Arnold transferindən sonra Bournemouth'da oynayan 20 yaşlı mərkəz müdafiəçisi Dean Huijsen'lə də razılığa gəlib. Transfer dəyəri 40 milyon avro olan futbolçu bu mövsüm Bournemouth'un heyətində 33 oyuna çıxıb və 3 golla yadda qalıb. Çox böyük gələcək vəd edən futbolçunu transfer pəncərəsi açıldıqdan sonra
Real Madrid ictimaiyyətə təqdim edəcək. Bundan əlavə Xabi Alonsonun Real Madrid rəhbərliyinə klubda görmək istəmədiyi futbolçuların adlarını bildirdiyi söylənilir ki, bunlar Lucas Vazquez, Dani Ceballos və Ferland Mendy'dir. Bəzi mənbələr mütəxəssisin Rodrigo'nun da xidmətindən yararlanmaq istəmədiyi bildirilsə də, hələ ki bu xəbər rəsmi təsdiqini tapmayıb. Bu mövsüm uğursuz çıxış ilə yadda qalan Manchester City'də yeni transferlər üçün rəhbərlik və scout komandası artıq işə başlayıblar. Kubokun finalında da Crystal Palace-a məğlub olan Guardiola'nın klubu artıq mövsümü kuboksuz başa vurdu. Növbəti mövsüm Rodri'nin qayıdışı ilə güclənəcək Ağgöylər Milanın yarım müdafiəçisi Tijani Reinders'i də heyətinə qatmaq istəyir. Bu mövsüm xeyli məhsuldar oyunla yadda qalan Reinders 15 qol vurmağı bacarıb. Oyun stilinə görə də City'nin oyun planına uyğun olan futbolçunu Guardiola heyətində çox görmək istəyir. Bu mövsüm müqaviləsi başa çatan Kevin De Bruyne ilə yeni müqavilə imzalamayan City rəhbərliyi hələ də hərəkətə keçmək istəmir ki, bu da bir qədər futbolçunu qəzəbləndirib. Son açıqlamasında De Bruyne bunları deyib. Hələ də özümü üst səviyyədə futbol oynamaq üçün hazır görürəm. Əgər mənlə müqavilə imzalanmırsa, bunu normal qarşılayıram. Hər zaman klubuma və baş məşqçimə bu uğurları əldə etdiyimə görə təşəkkür etmişəm. Hələ ki qərarımı verməmişəm. Napoli isə Kevin De Bruyne üçün artıq hərəkətə keçib. İtaliya çempionluğuna çox yaxın olan Neapollular Belçikalı futbolçuya illik 10 milyon avro maaş təklif etməyi düşünür ki, bu da fikrimcə xeyli yaxşı rəqəmdir. Oyunçuya görə heç bir bonservis ödəməyəcək olan klub imza məbləği olaraq da futbolçuya 4 milyon avro təklif edib. Kevin De Bruyne'nin fikrimcə İtaliya macərası xeyli maraqlı olardı. Siz Footcast TV-nin transfer radarını izlədiniz. Kanala abunə olmağı, videonu bəyənib rəy yazmağı unutmayın. Sağ olun, sağlıqla qalın.